Ağcaqanad nağılı. Görəsən bu nağılda lovğa ağcaqanadın başına nə işlər gəlir? Günlərin bir günü bir ağcaqanad aslana deyir: Sənə heyvanların şahı deyirlər. Sən bütün heyvanlardan güclü ola bilərsən, ancaq heç vaxt mənə qalib gələ bilməzsən. Mən səndən qorxmuram. Aslan ağcaqanadın sözlərini eşidib çox təəccübləndi. Sonra acıqlı halda dilləndi: Yaxşısı budur, zəhləmi tökməyəsən. Yoxsa elə ilişdirərəm, yerə yapışarsan. Ağcaqanad vızıldayaraq dedi: Elə isə səninlə döyüşməyə hazıram. Ağcaqanad bunu deyib aslanın üzünə qondu. Sonra isə onun burnunu sancdı. Aslan ağcaqanadı tutmaq üçün nə qədər çalışsa da bir xeyri olmadı. Axırda yorulub ondan əl çəkdi. Ağcaqanad isə aslana qalib gəldiyi üçün çox sevinirdi. O lovğa-lovğa havada uçmağa başladı. Elə bu vaxt bir hörümçək toruna ilişdi. Nə qədər çalışsa da tordan xilas ola bilmədi. Axırda ağlayaraq dedi: Belə çıxır, aslana qalib gəldiyim halda bir hörümçək torunun əlində aciz qalıb öləcəm. Hörümçək onun bu sözlərini eşitdi. Ağcaqanadın başına gələn hadisədən yaxşı dərs aldığını fikirləşdi. Onu tordan azad etdi. Həmin gündən ağcaqanad özünə söz verdi ki, bir də heç vaxt lovğalanmayacaq.